Deməli, bugün sənin bizə verdiyin bir mənbəni dərindən araşdırırıq. Bəli. Thomas Sowell'ın Fətihlər və Mədəniyyətlər kitabı. Onu da deyim ki, bu adi bir kitab deyil. Arxasında, səhv etmirəmsə, 15 illik bir araşdırma var. Düzdür, 15 illik bir zəhmətin nəticəsidir. Kitab da əslində çox fundamental bir sual qoyur. Niyə bəzi xalqlar zəngin, bəziləri isə kasıbıdır? Bu fərqin kökündən nə dayanır? Sowell isə deyir ki, cavab əslində mədəniyyətdə gizlənir. Gəlin görək bu iddia nə dərəcədə əsaslıdır. Bəli, və Sowell bu suala cavab axtaranda, belə deyək də, səthi izahlardan qaçır. O, sadəcə tarixi hadisələri bir-birinin ardınca düzmür. Yəni bir xronologiya deyil. Qətiyyən. O, tarixin daha dərin qatlarını enir, sivilizasiyaların yüksəliş və süqutunun arxasında dayanan, belə deyək, mədəni DNT-sini axtarır. Təkrarlanan qanuna uyğunluqları. Onun üçün əsas sual nə baş verdi deyil. Əsas sual niyə məhz belə baş verdi sualıdır. Mədəni DNT. Bax, bu çox güclü bir bənzətmədir. Deməli, söhbət sadəcə incəsənətdən, mətbəxdən, adət-ənənədən getmir. Xeyr, qətiyyən. Bəs Sowell mədəniyyət deyəndə tam olaraq nəyi nəzərdə tutur? Məhz bu işin açar nöqtəsidir də. Onun üçün mədəniyyət bir cəmiyyətin sahib olduğu bütün bilik, bacarıq, vərdişlər toplusudur. O buna insan kapitalı deyir. İnsan kapitalı. Bəli. Bura iş etikası daxildir, zaman anlayışı, təhsilə verilən dəyər, mülkiyyət hüququna hörmət, texnoloji biliklər, bir sözlə, bir cəmiyyəti ayaqda saxlayan və irəli aparan hər şey. Yəni bir növ görünməz bir alətlər çantası kimi. Əla təsvir etdin. Məsələ, hər cəmiyyət bu çantanı nəsildən nəslə ötürür. Bir dəqiqə dayan. Yəni sən deyirsən ki, bir millətin əsl sərvəti onun banklarındakı pul deyil? Pul deyil, insanların başındakı bilik və vərdişlərdir. Bu, iqtisadi inkişafa baxışı, yəni tamamilə dəyişir. Biz adədən təbii sərvətlərdən danışırıq, neftdən, qazdan. Amma Sowell'a görə əsas məsələ o sərvətlərdən istifadə etməyi bacaran beyinlərdir. Tamamilə. Bax, o kitabda çox maraqlı bir nümunə gətirir. Deyir ki, məsələn, Yaponiya və yaxud İsveçrə. Təbii sərvətləri demək olar ki, yox dərəcəsindədir. Demək olar heç nəyi yoxdur, amma dünyanın ən zəngin ölkələr arasındadılar. Sonra da baxırsan ki, təbii sərvətlərlə dolu olan bir çox ölkə var. Hələ də yoxsulluqla mübarizə aparır. Bəli. Deməli, fərq bax o dediyimiz insan kapitalındadır. Və bu kapital fiziki olaraq bir yerdən başqa yerə daşına bilər. Miqrantlar özləri ilə təkcə çamadanlarını yox, o görünməyən alətlər çantasını da gətirirlər. Bu məntiqlə gəlib çıxırıq kitabın adına, Fəthlər və Mədəniyyətlər. Normalda biz fəth sözünü eşidəndə ağlımıza ilk gələn şey dağıntıdır, qırğındır, istismardır. Düzdür. Amma Sowell'ın məntiqinə görə fəth həm də bu insan kapitalının ötürülməsi üçün bir mexanizm ola bilər. Amma bu fikir, yəni qulağa biraz narahat edici gəlmir. Sanki imperializmin törətdiyi o bütün fəlakətlərə haqq qazandırmaq kimi çıxır. Sowell bu tənqidə necə cavab verərdi? Bax, bu çox vacib bir məqamdır və aydınlaşdırmaq lazımdır. Sowell heç bir halda fətihlərin gətirdiyi dəhşətləri, ədalətsizlikləri, faciələri kiçiltmir. O sadəcə bir tarixçi kimi prosesin nəticələrini neytral təhlil etməyə çalışır. Yəni emosiyalardan kənar. Bəli. O deyir ki, fəthin iki yüzü var. Dağıdıcı və yaradıcı. Bir çox halda, bəli, fatihlər yerli mədəniyyəti, insanları, onların bütün sərvətlərini məhv ediblər. Monqol istilaları buna bir nümunədir və ya İspanların Mərkəzi Amerikadakı fəaliyyətinin ilk dövrləri. Bu aydındır. Bəs yaradıcı tərəfi nədir? Hansı halda fəth dağıntıdan daha çox quruculuq gətirə bilər? Gəl Roma imperiyasına baxaq. Onlar fəth etdikləri ərazilərə nə gətirdilər? Qanun sistemi, mühəndislik, şəhər salma, mədəniyyəti, vahid bir iqtisadi məkan. Yollar, körpülər. Bəli, bəli. Bu, həmin ərazilərdə yaşayan xalqların bəlkə də yüzillər ərzində özlərinin əldə edə bilməyəcəyi bir insan kapitalı transferi idi. Və ya Britaniya imperiyası. Onlar dünyanın bir çox yerinə dəmir yolları çəkdilər, teleqraf xətləri, limanlar, müasir idarə etmə institutları qurdular. Sowell'in arqumenti budur ki, bu prosesin niyyəti xeyriyyətçilik olmasa da... Əlbəttə, məqsəd istismar idi. Tamamilə. Amma nəticədə məğlub tərəf qalibin sahib olduğu daha inkişaf etmiş insan kapitalının bir hissəsini mənimsəyə bilirdi. Yəni, tarix ağ və qara deyil, çox mürəkkəb bir prosesdir. Anladım.
Niyyətdən asılı olmayaraq, nəticə bəzən gözlənilməz ola bilir. Yaxşı, bu nəzəriyyənin praktikada necə işlədiyini görmək çox maraqlı olardı. Sowell öz iddiasını yoxlamaq üçün 4 fərqli qrupa fokuslanır. Britaniyalılar, Afrikalılar, Şərqi Avropa slavyanları və Amerika qitəsinin yerli xalqları. Bəli, olduqca fərqli qruplardır. Gəl elə Britaniyalılardan başlayaq. Onların hekayəsində bu insan kapitalı necə bir rol oynayıb? Britaniya nümunəsi çox maraqlıdır, çünki Sowell təkcə ingilislərə baxmır. O həm də Şotlandlara, Uelsililərə və İrlandlılara ayrı-ayrılıqda nəzər salır. Məsələn, Şotlandların hekayəsi bu nəzəriyyəni mükəmməl izah edir. Tarixən Şotlandiya İngiltərənin daha kasıb, dağlıq, kəndli qonşusu olub. Amma 18-ci əsrdə başlayan Şotlandiya maarifçiliyi ilə onlar təhsilə, elmə, mühəndisliyə inanılmaz dərəcədə böyük önəm verməyə başlayıblar. Adam Smith kimi nəhənglərin çıxdığı bir mühitdən danışırıq da. Məhz elə. Nəticədə Şotlandlılar Britaniya imperiyası daxilində miqrasiya etməyə başlayanda özləri ilə çox güclü bir insan kapitalı apardılar. Onlar təsəvvür et ki, disproporsional olaraq imperiyanın ən yaxşı mühəndisləri, həkimləri, idarəçiləri və sahibkarları oldular. Doğrudan? Bəli, Kanadadan Hindistana, Avstraliyadan Cənubi Afrikaya qədər imperiyanı bir növ Şotlandlar idarə edirdi. Onların fiziki sərvəti az ola bilərdi, amma başlarındakı bilik və iş etikası onları getdikləri hər yerdə uğurlu edirdi. Bax, bu insan kapitalının necə portativ, yəni daşına bilən bir sərvət olduğunun mükəmməl sübutudur. Bu, həqiqətən də heyrətamizdir. Deməli, məsələ sadəcə İngilis olmaq deyilmiş. Britaniya adaları daxilindəki fərqli mədəni qrupların belə fərqli nəticələr göstərməsi çox maraqlıdır. Yaxşı, bəs slavyanlar, onların hekayəsi bu mənzərəyə necə uyğun gəlir? Coğrafiya onların insan kapitalını necə formalaşdırıb? Slavyanların hekayəsi bir növ bunun əksidir və coğrafiyanın mədəniyyətə təsirini çox aydın göstərir. Şərqi Avropanın böyük bir hissəsi necədir? Geniş, müdafiəsiz düzənliklər. Təbii sədlər yoxdur. Bəli, nə dağ var, nə səhra, nə də okean. Bu da o deməkdir ki, Slavyan xalqları tarix boyu həm şərqdən Monqollar, Tatarlar, həm də qərbdən Almanlar, İsveçlilər gələn ardı-arası kəsilməyən işğallara məruz qalıblar. Və bu daimi təhlükə altında yaşamaq yəqin ki, insanların düşüncə tərzinə, vərdişlərinə təsir etməyə bilməzdi. Kökündən təsir edib. Sowell iddia edir ki, əgər əkdiyin məhsulun və ya tikdiyin evin bir neçə ildən sonra gələn növbəti işğalçı tərəfindən məhv ediləcəyini düşünürsənsə, uzun müddətli plan qurmazsan. Qısa müddətli düşüncə tərzi yaradıb. Enerjini uzun müddətli planlara yox, bu günü sağ-salamat başa vurmağa sərf edirsən. Sowell'dan görə bu, tarixi təcrübənin izləri bu gün də həmin regionun iqtisadi və siyasi institutlarında özünü göstərir. Çox maraqlı yanaşmadır. Amma bu, coğrafi determinizm deyil. Yəni, taleyin sırf coğrafiya ilə müəyyən olunduğu fikri deyil. Bu, coğrafiyanın mədəniyyəti, yəni o insan kapitalını necə formalaşdırdığının təhlilidir. Bu qədər cəsarətli və bəlkə də mübahisəli fikirləri səsləndirmək üçün gərək özünə çox arxayın olasan. Bu da bizi müəllifin özünə gətirir. Kimdir bu Thomas Sowell ki, bütün tarixi belə fərqli bir bucaqdan təhlil etməyə cürət edir? Thomas Sowell müasir dövrün ən maraqlı və orijinal mütəfəkkirlərindən biridir. O, Stanford Universitetinin Hoover İnstitutunda çalışır. Təkcə tarixçi deyil, həm də iqtisadçıdır. Onun işlərinin əsas xüsusiyyəti odur ki, o, belə deyək, siyasi korrektlikdən və ya populyar nəzəriyyələrdən asılı olmadan sırf faktlara və rəqəmlərə əsaslanaraq danışmağı sevir. Qəbul olunmuş fikirləri sorğulamaqdan çəkinmir, yəni. Heç çəkinmir və bunu edərkən çox geniş empirik məlumat bazasından istifadə edir. Onu bir növ intellektual üsyançı adlandırmaq olar və deyəsən bu kitab tək başına bir əsər deyil, daha böyük bir layihənin son akkordudur. Bəli, bu çox önəmli detaldır. Fəthlər və mədəniyyətlər əslində onun mədəniyyətlərin taleyinə həsr etdiyi möhtəşəm bir trilogiyanın sonuncu hissəsidir. Birinci kitab İrq və Mədəniyyət, ikincisi isə Miqrasiyalar və Mədəniyyətlər adlanır. Bu da o deməkdir ki, o bu mövzu üzərində 10 illiklər boyu işləyib, fikirlərini dəqiqləşdirib və bu kitab onun tədqiqatlarının, belə deyək, kulminasiyasıdır. Deməli, bütün bu müzakirədən sonra əldə etdiyimiz əsas nəticə nədir? Fəthlər və mədəniyyətlər bizə dünya haqqında nə öyrədir? Kitabın əsas mesajı budur ki, sivilizasiyaların taleyini anlamaq üçün
onların sahib olduğu o insan kapitalına baxmalıyıq. Bəli, Yəni onların vərdişlərinə, biliklərinə, dəyərlərinə və bu kapitalın tarix boyu fəthlər və miqrasiyalar vasitəsilə necə yayıldığına, dəyişdiyinə və ya məhv olduğuna. coğrafiya kimi sadələşdirilmiş izahlardan uzaqlaşdırır, daha dərinə baxmağa dəvət edir. O deyir ki, bərabərsizliyin kökünü axtarırıqsa, insanların dərlərinin rənginə və ya yaşadıkları yerin enliyinə yox, Başlarının içinə baxmalıyıq. bəli, başlarının içində və əllərində daşıdıkları o mədəni irsə baxmalıyıq. Texnologiya, işgüzarlıq, qanuna hörmət, təhsilə verilən dəyər, bütün bunlar bir xalqın taleyini müəyyən edən fundamental amillərdir. Və ən əsası, bu amillər statik deyil, daim bir mədəniyyətdən digərinə ötürülə bilər. Bu həqiqətən də üzərində düşünməli bir fikirdir. Biz adətən tarixi kralların və müharibələrin hekayəsi kimi düşünürük. Amma Solwell deyir ki, bəlkə də əsl hekayə bir fermerin əkinçilik metodu və ya bir sənətkarın iş etikasıdır. Yaxşı, bəs bütün bu tarixi təhlil bugün bizim üçün nə ifadə edir? Bax bu, bütün müzakirəni yekunlaşdıran ən vacib sualdır və bu sual üzərində düşünməyə dəyər. Əgər Solwell haqlıdırsa və bir cəmiyyətin inkişafının açarı onun insan kapitalıdırsa, bu, bizim beynəlxalq münasibətlərə, inkişafa yardım proqramlarına, hətta təhsil siyasətimizə baxışımızı necə dəyişməlidir? Yəni, bir ölkəyə sadəcə pul və ya texnologiya göndərmək kifayətdirmi? Məhz elə. Yoxsa əsas məsələ, o puldan və texnologiyadan səmərəli istifadə etməyi təmin edən mədəni vərdişlərin, institutların və biliklərin mənimsənilməsidir. Solwell'ın kitabı keçmişi təhlil edir. Lakin onun gəldiyi nəticələr bugünün və gələcəyin siyasətini formalaşdırmaq üçün bizə hansı dərslər verir? Bu, artıq sizin cavablamalı olduğunuz bir sualdır.